Fərəh xanım, yaşa və cinsə görə hansı tibbi müayinələr nəzərdə tutulur? Yaşa və cinsə görə tibbi müayinələri check-up mərkəzi olaraq biz özümüzdə kateqoriyalara ayırmışıq. 40 yaşa kimi olan pasientlər üçün daha çox ürək-damar sistemi xəstəliklərinin, metabolik xəstəliklər, buraya əlbəttə piyələnmə, qaraciyər piyələnməsi, şəkərli diabet xəstəlikləri aiddir. Bunların skrininqi aparılır. 40 yaşdan yuxarı xəstələr üçün, pasientlər üçün daha çox xərçəng xəstəliyi, onkoloji skrininq testləri, diabetik skrininqlər, o cümlədən demensiya, Alzheimer kimi yaddaş xəstəliklərinin skrininqi geniş şəkildə aparılır. Və əlbəttə ki, yaş və cins bu əsas risk faktorları olmaqla yanaşı digər risk faktorları da var. Xüsusilə ailə anamnezi çox önəmlidir. Yəni hər bir insan, bunu hər zaman deyirik, öz ailəsində genetik olaraq hansı xəstəliklərə daha çox rast gəlinir, hansı xəstəliklər var, yoxdur. Yəni bunlar bilinməlidir. Çünki bizim genlərimiz çox hər bir həyatımızın hər bir sahəsinə, o cümlədən sağlamlığımıza da çox əsas təsir göstərir. Və buna görə də bəzən biz check-up müayinələr zamanı genetik testlərə də müraciət edirik. Xüsusilə də referans laboratoriyasında bildiyimiz kimi genetik testlərin bütün növləri aparılır. Yəni burada həm irsi xəstəliklərin aşkar olunması, hətta prenatal, yəni doğuşdan qabaq uşaqda, gələcək uşaqda ola biləcək xəstəliklərin varmı, yoxmu, daşıyıcılıq varmı, yoxmu deyə əgər belə bir tərəddüd yaranırsa o xəstəliklər və onkogenetik dediyimiz, yəni onkoloji xəstəliklərin genetik testləri də geniş şəkildə aparılır. Bunlar da əslində check-up müayinələr zamanı, yəni sağlam yaşamın, uzun yaşamın haqqında bizə məlumatlar, kifayət qədər məlumatlar verir. Və pasientlər müraciət etdikdə də həmişə yəni check-up müayinələrdən qabaq, yəni bir paket onlara təqdim etməmişdən qabaq mütləq onların yaşı, cinsi, həyat tərzi, yəni bunlar hamısı birlikdə, xüsusilə də zərərli vərdişləri varmı, yoxmu, bunlar hamısı birlikdə nəzərə alınaraq ümumi bir plan hazırlanır. Araz FM, qovuşduran radio.